Birinci sinif ingilis dil dərsliyi Unit 4 Lesson 1 4-cü bölüm 1-ci dərs. Bu dərsdə rəngləri öyrənirik. Gəlin əvvəlcə öyrənək, sonra səsə qulaq asarıq. Birinci gəlir red, sonra orange, yellow, green, blue, purple, pink, brown. Bir daha oxuyaq. Red, orange, yellow, green, blue, purple, pink, brown. Gəlin indi listeningimize qulaq asaq. Listening olacaq 28. Diqqətlə dinləyirik. 28. Track 28. Listen and point. Vocabulary. Red. Red. Orange. Orange. Yellow. Yellow. Green. Green. Vocabulary. Blue. Blue. Purple. Purple. Pink. Pink. Brown. Brown. Vocabulary. Vocabulary. Track 29. Listeningimizi dinlədik, rəngləri oxudum. Bunları yaxşı öyrənirsiniz. Sonra yenirik, yenə dəftər götürürük, hamısını yazırıq ki, yazılışlarını yaxşı bilək. Burada isə o biri səhifədə yenə listeningimiz var. Burada nələrdən danışır? Biz rəngləri öyrəndik, indi keçirik rəngləri soruşmaq ki, bu məsələn qırmızı rəngdir. Cavab olaraq deyirik ki, bəli, bu qırmızıdır, ya da deyirik ki, yox, bu qırmızı deyil. Bir də göstər, barmağınla göstər, işarə ilə göstər, yəni ki, hansıdır qırmızı bunlardan, onu öyrənirik. Gəlin baxaq. What color is it? What color is it? Bu hansı rəngdir? What color is it? It's red. It's red. Bu qırmızıdır. Və ya dediyimiz kimi bu sualı istədiyimiz rəngə verə bilərik ki, bu hansı rəngdir və onu cavab olaraq da deyirik. Point, point göstərmək, point to red, qırmızını göstər, yəni qırmızını işarə ilə. Gəlin dinləyək. Listening 30. Track 30. Track 30. Listen and sing, then act it out. The color game. What color is it? It's red. It's red. Point to red. Point to red. What color is it? It's red. It's red. It is red.
Səslənməmiz bitdi. Deməli, burada nədən danışılır? What color is it? Hansı rəngdir? It's red, it's red. Bu qırmızıdır, bu qırmızıdır. Point to red, point to red. Point to işarələmək deməkdir. Yəni, barmaqla göstərirsən ki, qırmızı rəng hardadır. Yenə təzədən eyni şey təkrarlayır. What color is it? It is red, it is red. What color it is? It's blue, it's blue. Point to blue, point to blue. Yəni, istənilən rəngi göstərmək üçün və ya bir əşyanı, heyvanı, hər hansısa bir şeyi göstərmək üçün point to ifadəsindən istifadə edə bilərsiniz. İşarələyib göstərmək deməkdir. Belə, bu dərsimizin də sonuna gəldik. Goodbye.